Tarix kitablarında kralların adı yazılır. Qəhrəmanların, sərkərdələrin, imperatorların. Amma bəzi insanlar var ki, tarix onları unutmağa çalışır. Çünki onların hekayəsi çox qaranlıqdır. Bugün sənə elə bir adamdan danışacağam ki, bəziləri onu dünyanın ilk seriyalı qatili hesab edir. Onun adı Giles de Reyes idi. Bir vaxtlar qəhrəman sayılırdı. Müharibədə döyüşürdü. Krallarla otururdu. Hətta məşhur Joan of Arc ilə birlikdə savaşmışdı. İnsanlar ona hörmət edirdi. Heç kim bilmirdi ki, illər sonra onun adı qorxuya çevriləcək. 15-ci əsr. Fransa. Müharibə, aclıq və xaos dövrü. İnsanlar hər gün ölməyə öyrəşmişdi. Amma bəzi ölümlər fərqli idi. Kəndlərdə uşaqlar yoxa çıxmağa başladı. Bir gün vardı, ertəsi gün yox idi. Əvvəl insanlar bunun təsadüf olduğunu düşündü. Və hər yeni ifadə daha qorxulu idi. Tarixçilərin yazdığına görə qurban sayı yüzlərlə ola bilərdi. Bu rəqəm həqiqətən doğrudur. Heç kim tam bilmir. Çünki o dövrdə dəqiq qeydlər yox idi. Amma bir şey dəqiq idi. İnsanlar artıq onu qəhrəman yox, canavar kimi görürdü. Məhkəmə başladı. Bir zamanlar ordulara rəhbərlik edən adam indi zəncirlə gətirilirdi. İnsanlar onu görmək üçün küçələrə çıxmışdı. Və sonra Giles etiraf etdi. Bu itirafın nə qədərinin doğru olduğu bugün də müzakirə olunur. Bəzi tarixçilər deyir ki, o həqiqətən günahkar idi. Digərləri isə düşünür ki, bəlkə də siyasi səbəblərlə günahlandırılmışdı. Çünki onun böyük sərvəti vardı və düşmənləri çox idi. Amma nə olursa olsun, onun adı artıq tarixə yazılmışdı. 1440-cı ildə Giles de Reyes edam edildi. Deyilənə görə insanlar həm qorxur, həm də rahat nəfəs alırdı. Amma ən qorxulu hissə bu deyil. Ən qorxulu hissə odur ki, belə insanlar tarix boyu yox olmadı. Sadəcə dəyişdilər və bəlkə də ən təhlükəli canavarlar, insanların ən çox güvəndiyi şəxslər olur. İndi isə sual sənədir.